Salam əziz izləyicilərimiz və dəyərli müştərimiz. Hazırda növbəti müştərimizin sifarişi əsasına yaxınlaşdıq Xırdalanda həyət evində. Gördüyünüz kimi nazına çox 20 ilin Quruntik plazma televizordur. Bunu yeni nəsil gələn aparatımızın vasitəsilə həm smarta çevirdi 2025-in. YouTube, Google Chrome, Play Market hər şey dəstəkləyir. Plusdakı krosunu istifadə edirlər. Gördüyünüz kimi söküb atmışıq qırağa burada. Bu cross aparatlardır, kabel TV'dir, antenadır. Bunların heç birine ehtiyac olmadan, çünki hal-hazırda yağış yağır, yağış oldu, hava tutqun oldu, cross-dan istifadə eləmək olmur. Belə problemlərdən canınızı qurtarmaq istəyirsinizsə, bizə müraciət edirsiniz, yeni nəsil sistemi qoşuruq, antenasız, cross'unsuz. Rahat şəkildə bütün Rusun interfüs paketidir, Türklərdir, Azərbaycandır, Şunol kanallardır, bəlgesəldir, ən seçkin kanalları 7/24 canlı baxırsınız. Ümumi sistemin qoşulması üçün də evdə internet olmağı kifayət edir. Bir də burada məsələ nə idi? Həyət evidir. Deməli, Wi-Fi orada küncdədir. Görürsünüz, təsmit hansidir. Wi-Fi bura normal gəlmirdi. Elə 40-50 kilobayt gəlirdi. Bir də həm də öz köməkçi routerimizi qoydu. Bu da 2025-in 6 qulaqlı 5G Wi-Fi dəstəkləyəndi. Bunu qoşandan sonra burada bu otaqda internet oldu 50 megabit sürət. Yəni belə sizdə də internet zəif olanda belə orijinal routerlər qoyaraq 30 metrəyə qədər 50-60 megabit sürəti rahat şəkildə ötürə bilir. Yəni tam şəkildə təhvil veririk, zəmanətdə verilir. İldə bir dəfə ödəniş eləməklə bütün kanallara baxırsınız. Hər yerdə də qoşulması tam şəkildə mümkündür.